Uşaq qocaya qapını açır və buyurun deyir. Bu hansı qaydaya aiddir? A variantı nəzakət qaydasına, B variantı qorxu qaydasına, C variantı təhlükəsizlik qaydasına. Dostlar, uşaq bunu qorxduğundan ya da təhlükəsizliyi qorumaq üçün eləmir. Yaşlılara qarşı nəzakətli davranmaq üçün eləyir. A variantı doğru cavabdır. 8 noyabrda Azərbaycan xalqı hansı bayramı qeyd edir? Bildiyimiz kimi 8 noyabr Zəfər günüdür. B variantı doğru cavabdır. Təşəkkür edirəm sözünü nə vaxt demək lazımdır? Biz nə vaxt təşəkkür edirik dostlar? Əlbəttə ki, kimsə bizə yardım eləyəndə, bizə kömək edəndə, səhv edəndə və yaxud susanda demərik. Səhv edəndə məsələn üzr istəyirəm deyə bilərik. Cavabımız olacaq A variantında. Hansı davranış məktub əmlakına zərər verir? Lövhəyə və dəftərə yaza bilərik. Lövhə və dəftər yazı yazmaq üçündür. Stol isə yazı yazmaq üçün deyil. Stola yazmaq olmaz. Bu məktəbə zərər verər. Cavabımız olacaq C variantında. Piyada keçidi olmayan yerdə yolu necə keçmək lazımdır? Dostlar, qaçaraq ya da istənilən yerdən yolu keçməyə çalışmaq çox təhlükəlidir və yol qəzasına səbəb ola bilər. Böyüklərin köməyi ilə keçmək lazımdır. B variantı doğru cavabdır.